الرجيم. بسم الله الرحمن الرحيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. الحمد لله الذي أرسل إلينا رسولا منا يتلو علينا آياته ويزكينا ويعلمنا الكتاب والحكمة ويعلمنا ما لم نعلم، والصلاة والسلام على رسول الله الأعظم وعلى أهل بيته الطيبين الطاهرين، على أمير المؤمنين علي بن أبي طالب وولده الكريم المنتقى المعز المؤمنين ومذل الكافرين الإمام المهدي المصطر المنتظر. رب صل على محمد واللعن الدائم على أعدائهم أجمعين. Allah Teala Kur'an'da buyurur, Nəml suresi 40'da. Bismillahirrahmanirrahim. قال الذي عنده علم من الكتاب أنا آتيك به قبل أن يرتد إليك طرفك. Hz. Süleyman Aleyhisselamın zamanında həmin o qəziyyə, məşhur qəziyyə var. Quranda Allah Teala onu zikr edir, deyir ki, o zaman ki Hz. Süleyman deməli deyir ki, Bilqeysin taxtını kim gətirər mənim yanıma? Deməli, orada bir cinlərin sərkərdəsi vardı. O dedi ki, məsələn, ayağa qalxınca bir mən gətirərəm. Bir kitab elmindən yanında olan bir şəxs, yəni kitabdan elmi olan və ya belə deyil, alim olan bir şəxs. Bir həmin şəxs dedi ki, Ənə ətikə bihi qablə ən yartadda iləykə tarbu. Gətirərəm, deyir, o taxtı sənə göz qırpımı qədərində. Göz qırparsan, o qırpma həddində, o müddətdə deyir, gətirərəm. Fələmmə rəəhu mustaqirrən əndə. Hz. Süleyman Əleyhisselam baxır ki, taxt artıq hazırdır onun yanında. Bunu haşiyədə deyim, yəni, o ki, biz əsasən Şiə məzhəbində, bizdə məsələn bu məsələ daha qabarıqdır. Məsələn, bunu hamımız eşitmişik. Teyyülər ilə bir həqiqət var. İnsanın mənəviyyatının hansısa bir həddə yetişəndən sonra Allah Teala'dan bir kəramətli verilir ona. Yəni, bu teyyül ərzin başqa bir adı ki, cəmaatın dilində bəlkə də məşhurdur, daha da yaxın olar, yəni bu teleportasiya deyirlər. Həmin bu teyyül ərzdir bizim dildə və Quranda gəlib o. Yəni, hədisdə də biz deyək ki, birinə deyəcəklər, yox, hədis bəlkə də elə qondarmadır, yəni. Quran ayəsi, yəni bir göz qırpımında, özdə teleportasiya buradadır, yəni. Cində teleportasiya deyil. Cinin maddəsi lətifdir, yəni lətif maddənin hərəkəti cəhddir. Amma kəsif bir dənə maddədir bədən, bu hansısa bir ruh, yəni ruhun elə bir dənə paklığına çatır ki, qabiliyyəti olur, yəni başdır. Ağa Fatimiyyə Allah hifz eləsin, deyirdi, bəzi günahlar var həyatda. İnsan o günaha mürtəkib olur. O günahdan tövbə də eləyir. O tövbəsi qəbul olunur, günahı silinir. O günaha da qayıtmır. Həmin adam arif olsa da, bəzi kəramət qapılarını onun üzünə açıq olmur. Çünki artıq mürtəkib olub filan günaha. Daha ağa deməli hansı günahlar. İndi kəbirə günahlardan yəqin ki, hansılarsa var. Deyir, arif olsa, deyir, həmin o kəramət onun üzünə açılmır. Çünki o günaha batmır. Xülasə haradan çıxır bu haşiyə? Bu ayə ki, deyir, bir dənə deyir, göz qırpımı qədərində deyir, müddət keçər, deyir, yanında gətirən. Bu, həmin o teleportasiya həqiqətidir. Teyyül ərzin dəlillərindən biri olaraq alimlər bu ayəni zikr edir. Allah deyir, Peyğəmbərə. Fələmmə rəəhu mustaqirrən əndə. O zaman ki, deyir, baxdı ki, Süleyman Peyğəmbər artıq yanındadır. Həmin o taxt. Bir dənə sual verim sizə, bu da təhqiq üçün olsun.
Peyğəmbər özü Peyğəmbərdir və bu niyə özü gətirmir o bilgisini? Bunu bacarmazdı. Düşün, əmr edir başqasına. Nəml surəsi 40. Fələmmə rəahu, xütbə sualın hamısını həll eləmək üçün deyil, xütbə bəzən sual icad edir. Fələmmə rəahu müstəqirrən, bunu da deyir, belə gəlir deyirəm, sinanı istəyirəm, davam edir. Ağa, Şəhid Murtəza Mütəhhəri, Allah rəhmət eləsin, deyir, mən deyir, o ustadı deyir, sevərəm ki, mənə fikir öyrətməsin, fikirləşməyi öyrətsin. İslam bizə düşünməyi öyrədir. Kiminsə düşüncəsini mən kopya eləyim öz zehnimə, o deyil. Ona görə adam şəxsiyyətpərəst olur. Adam gedir, təhqiq ruhiyyəsi gələk mömində olar, müsəlmanda olar, təhqiq ruhiyyəsi bizdə yoxdur deyə bədbəxt olmuş. Neyse, burada artıq haşiyə çıxsaq, qayda bilmək. Qıddadaşı var idi, tarix müəllimi deyirdi ki, xanım Zəhra Əsallallahu Aleyhadan ya başqa imamdan məsələn sənə sözü düşəndə deyirdi ki, yaxşı da mənə çox deyir danışdırmayın, ağlayacam, sonra sakitləşdirəm gedəcək. Bu həmin məsələdir. Ayənin davamı فَلَمَّا رَأَهُ مُسْتَقِرًّا عِنْدَهُ قَالَ هَذَا مِنْ فَضْلِ رَبِّي. O zaman ki, deyir, gördü ki, artıq Bilqeysin taxtı bunun yanındadır. Dedi ki, bəli, bu mənim, Həzrət Süleyman dedi ki, bu mənim Rəbbimin fəzlindəndir. لِيَبْلُوَنِ. Bu mənim Rəbbimin fəzlindəndir. Bunu elədi ona görə ki, məni imtihan eləsin. Əşku əm əkfur. Şükr edirəm, yoxsa küfr edirəm. Bunun məsələsi bilsən nədir? Bəziləri məsələn fikirləşir ki, məsələn deyir, taxta çatmışam, şah, padşah olmuşam, müdür olmuşam filan yerdə deyək, məsələn, məqama çatmışam, məsələn, artıq məsələn deyir, cəmaat gəlir, ya məsələn, əl-əyaqdan gedirlər, mənim maşınımı yüzürlər, mənim qapımı açsınlar, minbərdən düşəndə bir əlimi ötsünlər, bir neynəsinlər, cəmaatda bir dənə belə bir hal gələndə deyirlər, məndəndir də, mən həqiqətən bir şey əliyəm. Cəmaatda gəlir mənim əlimi ötür. Mən həqiqətən də bir doğrudan da məsələn bir böyük bir şey. Cəmaat əldən ayaqdan gedir ki, mənim maşınımı yusunlar. Bir dənə təkəbbür insana gəlir, bir ucub gəlir, dünyadandır bu. Neçə cümədə nədir söyləyəcək? Dünya məhəbbəti yox. Bu dünyadandır. İndi belə yerdə insan oğuldur ki, həmin adam oğuldur ki, odur ki, belə bir dənə vəziyyətdə maddi və ya mənəvi bir dənə dirçəliş olanda, ucalıq gələndə bir insana post məqam üz verəndə gərək kişi ola gənə. Əşkur əm əkfur. Həzrəti Peyğəmbər, Süleyman Peyğəmbər maddi və mənəvi mülk, həm Peyğəmbər mənəvi mülk, həm maddi mülk onun mülkünə çatan yoxdur. Deyir ki, ya ilahidir, mənə elə bir mülkət ailə, məndən sonra deyir, həmin o mülk etiketdə olmasın. Yəni, mənə elə bir dünya iqtidarı əta elə ki, o iqtidar məndən sonra heç kəsdə olmasın. Süleyman Peyğəmbər hər addımında, məsələn, ilahi bir dənə neymət üz verərdi. Görürsən, Bilqeysin taxtını da biri gətirir. Yəni, həmin o şəxs deyir ki, bu mənim Rəbbimin fəzlindən. Yəni, yox, sən məsələn kitabdan bilirdin, elmli idin, sənə elə mən gələk çox sağ ol deyim. Yəni, Allahdan deyil, səndən idi, yox. Bu Rəbbimindir fəzlindən. Əşkur, əm əkfur. Şükür eləyəcəm, yoxsa küfr eləyəcəm. Bir dənə padişahlığa çatdım. Allah Teala deyir, məni imtihan etdi. Buna inan. وَمَنْ شَكَرَ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِ. Və hər kəs şükr edirsə, özünə deyir şükür edir, öz halına deyir şükür edir. Yəni, özü üçün deyir, qayıdır həmin şükrün yaxşı təsiri. وَمَنْ كَفَرُ فَإِنَّ رَبِّي غَنِيٌّ كَرِيمٌ. Və o insanlar ki, küfr edir nemətə, yəni bir dənə pul ya mənəvi bir məqam üz verdi buna, bir dənə gecə namazı qıldı filan, dedi elə mən doğrudan da Pakistandan əla oldu vəziyyətim. Məndən başqa o bir möminlər ikinci dərəcəli mömindir filan deyil. Yox, elit həci mənəm. Yox, həci hamı bizim qardaşımız. Oradan gidiyor. Elit həcilər.
elit bir dənə mömin elə mənəm doğrudan da. Küfr edir artıq. Küfrdür, nemətin küfrüdür. Hər kəs də küfr edirsə, فَإِنَّ رَبِّي غَنِيٌّ كَرِيمٌ Allah Taala qənidir, kərimdir. Yəni Allah Taala onsuz sənə şükür edəcək. Biz nə bilək ki, bax bu nemətlər üz verəndə insana, İslamda bir həqiqət var, ona deyirlər, əxlaqda bir məsələ var, deyirlər ona istidrac. Bir dəfə bunu çoxdan bir vaxtlar demişdik, burada da münasibdir söhbət, çünki gəlir mövzu oradan gəlir. O istidrac nədir? Istidrac hansısa bir neyməti Allah Taala verir, yağdırır insana. Bu neymət deyir, fikirləşir insan, bu yəqin mənim elə haqqımda Allah mənə verir. Yəni mən hansısa bir savab iş görmüşəm deyə mənə verir. Yoxsa Allah Taala bu neyməti mənə verir ki, məni burada daha çox zəlil eləsin. Ev, maşın, iş, güzel şey. Yox. Layiq olmadığım təriflər. Mümin duasının adamı yandıran yeridir. وَكَمْ مِنْ فَنَاءٍ جَمِيلٍ لَسْتُ أَهْلًا لَهُ Nə qədər deyir, mənə layiq olmayan gözəl həmd sənalar var idi. Cəmaatın içində deyir, sən nəşr elədin. Yəni, mən fərri adam deyirəm, amma cəmaat elə bilir ki, elə bundan yoxdur. Adam görür, doğrudan yəni buna layiqdir, yoxsa yox. Yəni, baxsın, görsün, içərdə bunu qıdıqlayan bir şey var, yoxsa yox. Səna olunursa, adam qıdıqlanırsa içərdən ki, özü yəni bilir ki, o sənabınlıq deyil, amma xoş gəlirsə, bu yaxşıdır. Bir də var ki, hər bir insan da istəməz ki, kimsə bunun haqqında pis danışar. Tərif gəlirdir, şükür Allah'ın cəmaatın nəzərində, yəni mən pis adam deyirəm. Bu yaxşı bir şeydir, bu pis bir şey deyil. Hamı istəyər ki, onun haqqında yaxşı danışar. Amma eləmədiyi bir şeydə deyiləndə qoy elə də bilsin. Elə də bilsin. Xərəbdir burada vəziyyət. Əgər bu cür varsa. Odur ki, deməli, nemətlər üz verirsə, biz indi nə bilək, biz möminçilik edirik deyə Allah Taala bu ruci neməti öz tərəfindən verir. Min fadli Rabbidir, bizim Rəbbimizin fəzlindəndir bu. Yoxsa istidrac edir. Yəni, zəlalətimiz çoxalsın deyə elə bu dünyamızı tamam kəmal verir. Yəni, haqqımız deyil. Amma verir ki, bu elə buranın adamıdır, bu elə burada qalsın. Sənanın bir Turayf, bir dənə səhabə idi, İmam Sadiq Aleyhisselam'a sual verir ki, mən qorxuram ki, Allah Taala məni deyir, zəlil eləyəcək. Və ya bu cür deyir ki, qorxuram ki, Allah Taala'nın məkrinə tuş gələm. Yəni, qorxuram ki, Allah Taala məni bəlkə də istidrac edir. İmam Sadiq Aleyhisselam deyir, niyə? Deyir, mən ev istədim, Allah verdi. 1000 dinar istədim, verdi. Xadim istədim, əziyyət idi mənə evdə işləyə bilmirdim. Xadim istədim, Allah Taala yetirdi. Bizim sözümüzdən hər bir dünyada məsələn, ev, maşın, mal, mülk, hamısını verdi. Bir olmaya deyir, Allah məni istidrac edir. Mən fikirləşmək görə möminəm, bu Allahdan. Mən dedim, duam müstəcəbdir dəvaya. Mən dua edəcəm hər şey. Bilmirəm, deyir, istidracdandır, yoxsa mənə ilahi bir fəzildir, bir nemətdir. İmam Sadiq Aleyhisselam bir kəlmə dedi ki, sən bu nemətlər gələndə nə inirdin, nə deyirdin? Deyirdim, əlhamdülillah. Deyir, onda elə doğrudan da həmin o şükür ki, eləmişsən, həmd eləmişsən, verilən nemətdən üstündür. Niyə? Yəni, deyir ki, vəziyyətin yaxşıdır, yox, Allahın məkrüdür, elə haqqındır doğrudan. Allah sənə fəzl edib, yəni. Və belə bir dənə söz deyir İmam Sadiq Aleyhisselam. Deyir ki, bu ki həmd eləmirsən, bu həmd eləməyin Allahın sənə verdiyi nemətin özündən üstündür. Nemət bu dünyada həll olur, gedir. Düz qalır. Ona görə müminin niyyəti əməlindən
filan bir dənə yaxşı işi görürsən, elə dön, mal mülkdən getdir, alınmadı. Rüşvət çox istədilər, məsələn, filan xəstəxananı tikə bilmədi. Yazdılar amma. Niyyəti, innəməl a'mal bin niyyat. Yazdılar buna. Qiyamətdə də gəlir ki, xəstəxana tikmişdim, məsələn, onun savabı məsələdir. Mən xəstəxana tikməmişəm, iləbət tikməmişəm, valla tikməmişəm. Yox, filan vaxt, məsələn, yolla gedirdim, bu niyyətdə oldum. Yəni, məsələn, filan işlərin müqəddimələrə elədim, daha, məsələn, bəziləri qoymadılar. İnnəməl a'mal bin niyyat, əməllər niyyətə bağlıdır və niyyətul mümin, bir müminin bir niyyəti əməlindən də üstündür. Və bəzən biz insanlar fikirləşirik ki, insanın, yəni, belə deyək, xasiyyəti belədir ki, görürsən, Allah Taala 90 dənə yaxşılıq eləsin, bir dənə pislik eləsin. Mənə görürsən, bu pislik elədi, Allah Allah. Görürsən, dünyadan adama gəlir, laf belə Allah Taala'nın fəzlindən, həqiqətən. Adam özünü gözləmədisə, fikirlərində adam özünü gözləmədisə, namaza çox ehtiyac yoxdur. Mən, məsələn, çox lazım deyil, məsələ gedir, məsələn, dua eləməyə çox ehtiyac yoxdur, aldımdayım. Ehtiyatsız bilir özünü Allahdan. Allahdan özünü ehtiyatsız bilir. Ev var, qardaş, maşın var, iş var, güc var, pul gəlir. Sağlam al, nəyə dua edir? Bu şeylər davamlı olsun ən azından, buna gərək dua edəsin. Yox. Qoy bir dənə bunu deyim, çünki bu sözlər elədir ki, cəmaatın zehnində bir də görürsən, müəyyən suallar çıxandan sonra yaranır. Ya da 2-3 gün sonra yaranır ki, necə ola bilər? Məsələn, bax, bir insan görürsən, elm oxudu, oldu professor filan. Dünyadan da, məsələn, müəyyən məqama çatır bəlkə. Deyək ki, qardaş, mən oxudum da bu elmi. Elmi oxuyan mən, gecə əziyyət çəkən mən. Mən getdim filan, məsələn, yerlərə, indi, məsələn, CV-lər verdim, məsələn, məni işə götürdülər. Orada mən işləyirəm, deyə mənə ruzi gəlir. Nə üçün Allaha şükür edeyim? Bunu Allah eləmədi ki, mən elədim də, feiliyyətə mən keçirdim də bunu. Nə üçün görəcək şükür? Eləyir, yaxşı, əlhamdülillah. Amma daha, yəni, qəlbində o şükranlıq yoxdur. Dildə şükür deyir. Bu küfürdür gələn. Yəni, möminlik dildə, əməldə göstərdiyin o işlər deyil. Həmin o təfəkkür tərzidir ki, bu işləri vadar edir sənə. İnsanlar riya da vadar edə bilər namaza. Bir də var, Allah Taala vadar edir namaza. İki dənə niyyətdir, birində batıdır, birində düzdür. Mən elədim, indi bax, həqiqətinə qoydum. İnsanın zatı ilə sifətləri nədir? Ayrı-ayrıdır, yoxsa yox. Allah Taala'nın zat və sifəti eynidir. Elm eyni Allahın zatıdır. Zat şəxsiyyətidir, şəxsiyyətindən ayrı deyil. Yəni, Allah Taala bir vaxt elmsiz deyildi ki, sonradan elm sifətindən sifətlənə, elmli ola, elm öyrənə. Eyni onun zatıdır. Həy Allah Taala'nın sifətidir, diridir. Sonradan dirilik sifəti ona gəlməyib. Tabi bir vaxt, məsələn, diri deyildi, sonra diri oldu. Yox, həmişə diridir. Amma Allahdan qeyrilərinin sifətləri sonradandır. Yəni, zatı deyil. Məsələn, bu stolun qaralıq bir dənə sifətdir. Bu stol ola bilər ağ ola bilər qırmızı, ola bilər qara, ola bilər, məsələn, şəffaf. O hamısı sifətlərdir. İndi insanın zatı nədir, şəxsiyyəti nədir? Heyvan-ı natiqdir, nədən bu məntiqdir. Sifət alimlik sifəti, adillik sifəti, ehsan sifəti, sonradan insan yaşadıqca kəskin. Cavidir. Bir vaxt məndə yox idisə, mənə o qabiliyyət, o fəzilətləri əldə eləyə bilim deyə mənə potensial verən kimdir? Mən özümə o potensialı vermişəm. Əsl varlıq potensialı məndə yox idi, heç o potensial yox idi. Məsələn, Ədəmistandaydım, yoxluq ölkəsindəydim, belə deyək. Heç izim, tozum yox idi. Məni varlıq sifəti ilə, həy, dirilik sifəti ilə məni
zinətləndirən kim oldu? Özüm oldum. Fikirləşdim ki, yoxluq aləmində bəlkə var olur. Məni varlıq aləminə kimsə gətirir. Deməli, indi bu gəldim və davam eləməliyəm hər bir saniyədə var olmağa. O varlığı da məndə saxlayan bir başqasıdır. Yəni, mən özüm istəyim ki, 1000 il yaşayayım. Keçən dəfə dedim, 100 il yaşayayım. Mən eləyə bilərəm o 100 il yaşayayım. Bir görürsən, öldüm. Yəni, o həyatı belə saxlayan məndə başqasıdır, başqa bir varlıqdır. İndi bu elmlənə bilərəm, səxavətli ola bilərəm, bu sifətləri özümə cəlb eləyə bilərəm. Bu cəlb eləmə qabiliyyəti məndə olmalıdır ki, mən gərək cəlb eləyim. Dəli olsa adam elm oxuya bilir. Fərz elə ki, dəliliyin laf üstün mərhələsi. Bu qabiliyyət ki, elmin deməli, bu kəsb eləmə qabiliyyəti, bu potensial olmalıdır ki, feiliyyətə keçək. Bu potensial olmasa feiliyyətin mənası yoxdur, söhbət eləyə bilməzsən. İndi mən ki, oxudum, mən gecə oyaq qaldım. Bunların bu potensialı, bu oxumaq qabiliyyəti, bütün bu potensialı mənə kim vermişdir? Bu qüvvəni mənə. İndi, aşkur, akfur. Bir Allah tala bu neyməti mənə verdi. Ta ki, mən deyir, baxsın görüb şükür eləyəm, yoxsa küfür eləyəm. Mənə Allah tala professor elədi, alim elədi, mömin elədi, baxsın, görsün ki, mən şükür eləyəm, ya küfür eləyəm. Görürsən ki, fikirləşir ki, yəni mən elədim. Allah hidayət elədi, yox, Allah yox, mən özüm gəldim. Bu potensialları gərək ona görə zihnimizdə saxlayaq ki, bilək, bu aləmin həqiqəti nədir? Bu dövr edir, bu planetlər, qalaktikalar bizə görə, bir dənə almanı yetişdirib bizə yedizdirməyə görə. Bizim bu həqiqətimiz nədir? Biz nə üçün burada qalmışıq? Nəyə çatmalıyıq biz burada? Həyatımızın hədəfi nədir? O hədəfə getmə tərzi nədir? O hədəfə hansı təfəkkürlə getməliyik? Namaz aparmır. Təklikdə namaz aparmır. Bu 100%. Əvvəl soruşulan namazdır. Amma namazdan əvvəl niyyəti bilir. Niyyət düz olanda namaz düz olur. Qiyamətdə birinci namazı soruşulur, amma namazın özündən əvvəl, hər ibadətin özündən əvvəl niyyət niyə gəlir bə? Üzü qibləyə dayandım, iti bıçaqla qoydum, qoyunu qurbanlıq vaxtında. Deyirəm, bunu mən kəsirəm Lat və Üzzanın xatirinə, bütün xatirinə. Bunlardır. İbadət olmaz. Təfəkkür tərzi mömini mömin edəcək birinci işdir. Namaz, oruc yox. Təklikdə yəni yox. Deməli, insan bəzən dünya ki, üz verəndə fikrində çaşa bilər. Bəli. Çaşan da cəhənnəmə tərəf aşır. Yox, qəşəng bir dənə söz deyil arasında. Mən belə deyim. Həqiqətən də elədir. Adam yolunda çaşırsa, yıxılır. İnsanda dünya üz gətirdi buna, qəlbdə deməli, etiqadında çaşır, başlayır fikirlərində çaşma. Yəni, fikirlər elə özündəndir bu şeylər, özünə də xoş olur. Və Allah Teala'dan bir növ qırılır artıq, deyir, hə, bura kimi də bir yerdəydi, bundan sonra yəni, yolumuz ayrılır. Niyə? Şirkətin müdürüyəm mən, gərək məsələn, işlərim çoxdur, məscidə vaxtı yoxdur, Ramazanda gələrəm, ildə bir dəfə filan, yəni, fərz elə vaxtı varsa eləmir bunu. Yəni, imkanı var, amma eləmir. Bəzənin imkanı yoxdur, həqiqətən məsələn. Həsrətdir doğrudan, bəzi qardaşlarım mən şəxsən yazır. Həsrətdir məscidə, müxtəlif səbəblərə görə gələ bilmir. Səbəblər çox. İş, güc, arvad, uşaq. İnnellezîne keferu len tuğni anhum amvaluhum və la avladuhum minallahi şey'a. Allah Teala Quranda deyir, o insanlar ki küfr eləyir, lən tuğni anhum amvaluhum. Heç bir zaman, lən yəni heç bir zaman, yəni 100%. O məşhur da o ayə, lən taran ya Musa. Ya Musa, heç vaxt məni görə bilməsən. Peyğəmbərsən, nə olsun Peyğəmbərsən? Gözlə məni görmək mümkün deyil. Lən tarani. Məni heç vaxt görməzsən. Deyir, lən tuğni. Bir dənə fərz edib kafir. Deyir ki, innellezîne keferu. O insanlar ki, küfr eləyirlər. Lən tuğni anhum amvaluhum və la avladuhum minallahi şey'a. Onları deyir, övladları və onların mal dövlətləri və övladları dünyadan bunların əlində olanlar
Allah Taala'dan onları ehtiyatsız eləmir. Yadlarından yəni salginən bunları. Onlar fikirləşər ki, birdən məsələn məndə artıq hər şey var, dua eləməyə nə hacət var? Namaz qılmağa nə hacət var? Yox, bəziləri kasıblığa düşəndə namaza gəlir. Bəziləri də varlıq o qədər üzrəyir ki, namazda məncə filan bir dənə şübhə var, bəhmən şübhə var, mən ona görə məsələn, namaz mənə düşmədi, filan məsələn. Qəribə sözlər görürsən ki, meydana gəlir. İnnellezîne keferû len tuğni anhum amwâluhum ve lâ evlâduhum minallâhi şey'a. Kafir olanların deyir, mal dövlətləri və övladları onları Allahdan ehtiyatsız etməz və ulaikəhum vəqudun nar. Və onlar deyir, cəhənnəmin odunlarıdır. Vəqudun nar. Vəqud o kötüydü də. Cəhənnəmin deyir, kötüyləridir. Bunu hamımız eşitmişik. Cəhənnəmdə atəş yoxdur, od yoxdur özündə. Yəni, buradakı əməllər orada onu zahir edir. Odun da yoxdur. Əgər adam özü odun olacaq. Ləyəkəhum vəqudunlar. Onlar deyir, onlar özü deyir, vəqudunlar. Kötüydür özləri. Və çox istifadəli bir nöqtədir. Cəhənnəm atəşi ilə dünya atəşinin fərqi nədir? Bunu bir dəfə demişdik. Heç kəsin, çox adamın heç zeynində deyil. Buradan çıxanda bizdə adətdir, əla danışır. Nə danışır? Ahirətdən. Məsələ ahirətdən danışır. Cəhənnəmdən. Nə dedi? Ahirət odu ilə, atəşi ilə dünya atəşinin fərqi nədir? Bir dənə kitabdır məsələn. Atırsan onu odun içinə, alovun içinə. Çöldən yandırır içəriyə tərəf. Zahirdən batinə tərəf yandırır. Cəhənnəm atəşi batindən zahirə də yandırır. Əlləti tattali'u aləl-əfidə. Surədə var, Huməzə surəsində. O od ki, qəlbləri yandırır. İnsan görürsən ki, dünyada müəyyən vasitələri Allah Taala'nın özündən daha üstün bilir. Çatanda həmin vasitəyə. Kənan, deməli, Hz. Nuh Əleyhisselamın övladı idi, öz sürübündən özdə olan övladı idi. Tufan olanda Kənan nə dedi ki, bu dağ deyil, məni qutaracaq. Yəni, var da bu dağ, söykənəcəyi verir, bu deyil. Bir insanın var dövləti, məsələn, olanda, bütün maqam, poz, hər şey, məsələn, deyil. Yəni, bu var da 40 yaşında başlayaram, 50 yaşında başlayaram. Dünyada insan qəmlənir. Dünyada, dünya üçün qəmlənməyin bir halal, belə caiz olunan hissəsi var. Bir də var haram tərəfi. Bunu misalla gələk başa düşürük. Həccə karvan gedir. Bu da biraz həcdən desin çox da. Karvan gedir həccə. Orada ata ilə oğul var. Balaca bir dənə uşaqdır, oğlandır məsələn, cavan oğlan deyək. Bir də atası ilə gedir. Karvan başı, karvan sahibi. Atanı oğuldan ayırır, oğulu 1-2-3 gün əvvəldən elə bir ki, samolyotla nə ilə göndərir vətəninə. Ata qəmlənir də oğlundan ayrılığa, yox. Qəmlənir, narahatdır, amma səbr edir. Bu qəmlənmək problem deyil. Bu, aqil insanların nəzərində problemli bir şey deyil. Bir də var, o qədər əsəbləşir, o qədər qəmlənir. Qəzəb edir, kin saxlayır. Bu haramdır. Bir də görsün, bir nəfər məsələn, dostdur, tanışdır, qohumdur, ölür. İnsan qəmli, atifə, ağlamaq filan, Həzrət Rəsulullah sallallahu aleyhi və səlləm özü o yaşlı oğlanlarının yəni, vəfatında ağlayır da. Yəni, bu məqbuldur, hətta bəyəniləndir. Olmasa adamın qəlbinin qəsavətindən irəli gələn bir şeydir. Yaxşı şeydir, olmaması pisdir. Olmaması bunun pisdir. Amma tüğyan edir.
bu ayrılıqda yaxacırır, baş olur, məsələn, qışqırıb alır, salır, məsələn, deyək ki, tuğyankar bir qışqırma. Bunlar hamısı artıq haramdır, şərən də haramdır, əqlən. Ma asaba min musibatin fil ardı və la fi anfusikum illa fi kitabin min qabl an nabraha inna zalika ala Allah yasir. Sizə üz verən yer üzündə və öz nəfslərinizdə, özünüzdə üz verən deyir. Hər bir müsibət, elə bir müsibət deyil yoxdur ki, yer üzündə, yəni həmin o müsibət sizə üz vermədən əvvəl ilahi elmdə, lövh-i məhfuzda var. Allah Teala üçün bu asandır. Yer üzündə və fi anfusikum. Yer üzündə. Zəlzələdir, fəqirlikdir, yer üzündəki maddi bəlalar. Və fi anfusikum və öz xəstəliyi insan özünə təsir edən müsibətlər. Bunların hamısı bir Allah Teala'nın əzəli elmində var. Amma həmin o, deməli, səbrin özü dünyadan söhbət gedirsə, dünyadan neçə dənə hadisədə gəlir adam səbrinə, günah müqabilində, savab iş görməkdə, azan deyildi, sübhdür, məsələn, biraz da futbola baxıb filan ağır yatıb, azan deyildi, vaxtda da ki, azan deyildi, duraq indi bax, heç olmazda duraq yəni. Namazı səbr doğru da, əvvəl vaxtda gəlir səbr edək ki, bu işləri görə. Oruc səbr deməlidir. Sonra bu səbirdə rizayət olur. Yəni, əvvəl razılığı yoxdur. Yəni, onun ixtiyarına qoysa, azan istəyər saat 9-da 10-da eləsin. Namazın vaxt qalsın. Əvvəl səbr edir, narahatdır. Yəni, narazıdır ki, Allah sübh namazın məsələn qərar verir. Amma səbr edir. Bu səbrin özünə də bir savab var. Sonra elə bir dənə mənəvət və elm və agahlığa, həqiqətə elə bir dənə agahlığı olur ki, səbirdən əlavə razılığı da olur. İnsan fikirləşər. Səbrimizin yanında razılığımız varsa şükür Allaha möminük. Maşallah, maşallah. Amma yox, səbrin yanında o razılığı yoxsa ilahi qəza qədərə vəziyyət xərabdir. Nə üçün deyir belə oldu? Nə üçün deyir, deməli, ilahi əzəli deyir elmdə bu bütün müsibətlər onsuz da qeydə alınıb. Likeylə təasa və lə məfatakum və lə təfrahu bimə ətəkum və Allahu lə yuhibbu kullə muxtalin fəxur. Ona görə ki, deyib, təəssüflənməyəsiniz çox həddindən artıq əl üzdən gedən şeylərə. Yəni, sən fikirləşsən, bu müsibətdir, məsələn, bundan o tərəfə bir şey yoxdur, məsələn, qəfil bir iş olur. Bunlar hamısı yəni var idi əvvəl. Yəni, bunlar hamısı yazılıdır əvvəldə. Bu şeylər olacaq. Sən gələk ilahi qəza qədərə də deməli, necə arxalanasan, bir dənəsə sözdür. Hər bir hadisə də ilahi qəza qədərdir deyə gərək təfsir olunmasına. Necə? Necə ola bilərlər? Məsələn, mən təslimçilik belə bir şey düşünülməsin. Mən gəlib sənin cibindən pulumu oğrayıram. Sən ilahi qəza qədərdir. Sadiq də deyir ki, səbr eləmək lazımdır. Gedməyim dalınca. Allah deyir ki, o bəlanı mən sənə verməmişəm. Bəli, ilahi elmdə var idi ki, o həmin o hadisə olacaq. Amma o hadisədən Allah razı deyil. Deyir ki, ged haqlı tələb elə. Kərbəla belə olsa, gələk haqlı tələb elə. Ged haqlı tələb elə. Allah o bəlanı Allah sənə vermədi. O bəlanı insana söylədi. Bəli, ilahi elmdə bu da var idi. Yəni, Allah Teala əzələn hər bir şey bilir. Allah Teala Quranda buyurur: "Və la tamuddanna aynayka ila ma matta'na bihi azwajan minhum zahratal hayatid dunya linaftinahum fihi və rizqu rabbika xayrun və abqa." Son ayə Taha surəsində buyurur, Peyğəmbərə xitab edir ki, Peyğəmbər gözlərini dikmə, o neymətlər ki verilibdir, onlara deyil, göz dikmə. Yəni, burada əzvacan sözünün təfsirində belə yazılıb ki, əzvac zövc ikilik deməkdir də, zövc. Qadın kafir və kişi kafirlər. Deyir, verilən deyir, neymətlərə deyir, yəni, əta olunmalı deyir, gözünü dikmə. Minhum, hansı neymətlərə? Zəhratal həyatid dünya. Dünya həyatının deyir, qönçəsi olan, nə üçün qönçə deyir? Zəhra deyir. Onu da deyəcək. Deyir, bunu deyir, ona görə eləmişik ki, onlar deyir, imtihan edəyək.
Və Allahın ruzisi deyir, xeyrun və abqa, daha xeyirli və daha çox qalar. Nüşün burada deyir, bu cür təbir, gözlüyü deyir, lə təmuddənnə mədd uzatmaqdır da, lə təmuddənnə aynəyi. Uzatmaq, yəni gözü uzatmaq da, yəni dikmə gözlüyü. Peyğəmbər nə olsa burada göz dikmə. İnnə fi rasulillahi ləkum usvatun həsənət deyə bizə xitabdır. Peyğəmbərdə sizin üçün gözəl nümunələr var. Ona ki, yəni bu şeylər deyilib, sizə hay-hay deyilib. Zəhratal həyat deyir, dünya neymətlərinin o qönçələri ki var deyir, onlara deyir, baxma. Nüşün Quranda Allah Taala deyir, qönçə. Zəhratal həyat. Qönçə tez olur, 2-3 gün. Gül açdı. Dünya neymətləri, dünyanın özündə olan bu neymətlər elə bir şeydir ki, 1-2 günlük solacaq. Bu dünyanın, yəni bu tərəfdə ilahidir, amma deyir, ilahi rizq və neymət deyir, qalandır. Yəni o 1-2 gündən sonra deyir, o tələf olur. Yəni, hər bir addımda hədisdir, bax ki, nə? Bəzən insan elə işlər görür, fikirləşir, bu mömin deyil, deyirsən. Dünya üçün elə iş görür ki, heç elə bil ölməyəcəksən. Və axirət üçün elə çalış ki, elə bir elə sabır edəcəksən. Yəni, bunu cəmaata göstərməkdən ötürü əldən ayaqdan gedirik. Valla dünya üçün çalışmıram. Bax, gəlirəm, məsələn, axirət üçündür bu. Cəmaatın qabağında atçot vermək lazımdır. Kifayətdir ki, cəmaatı suizəninə salacaq işlərdən uzaq olasın. Vəssalam. Uzaq olsan da olsa suizən edəcəklər, bunu bilirsin. Cəmaatda elə bir dənə xasiyyət var. Peyğəmbərə, imama, yəni suizən eləyən adam. Deyirlər, namaz qılmır. Çox da evlərə aydın çıxır. Əleyhissalam vəfat şəhid ediləndə namaz qılırdı ki, o mihrabda sayılır, şəhid ediblər. Cəmaatın, yəni birincisi sənin işin nədir, cəmaat tapos edirsən. Eləyirsən filan müstəviləri, yoxsa yox. Bəlkə sən eləmədiyi o eləyir. Bir də ki, laf eləmir, bunun möminliyinə xələl gəldi, yəni. Biraz gələk, yaxşı mənada cürətkar olar. Yəni, insanların rəftarına görə həyatını dəyişə bilməzsən. Öz həqiqətin nədir, gərək onun kəşfi də altı olasın. Öz potensialın nədir, onu gərək kəşf edirsən. Heç kəs bunu sənin əvəzini edəməyəcək. Həqiqətən, yəni, bu danış söhbətin bu hissəsi əslində çox geniş bəhs olunmalı tərəfləri var. İlahi sənə and verəm İzzət Cəlalva, Allahlığa, Kərbəla müsibətinin hər bir anına xatir, dünya məhəbbətinin halaldan hətta olan dünya neymətləri vasitəsilə dünya məhəbbətinin bizim qəlbimizə daxil olmamağı üçün bizləri qəflətdən uzaq elə. İmamın zühurunu tezləşdir, Rıza ağanın zühurunu tezləşdirənlərdən qərar verir. İslam və müsəlmanın hər bir sahədə tərəqqisi üçün çalışan bütün müsəlmanları hifz elə, onları müvəffəq elə. İslam dinini sən necə nazirləmişsənsə, o cür başa düşüb, o cür əməlli bir təbliğ eləməyə bizlərə nəsib elə. Və sallallahu alə Muhammed və alihi tayyibinə tahirin. Allahümme salli ala Muhammed Ali Muhammed.